Hoş gördük. Bugün dastan günümüzdür. Elə bir dastanın günüdür ki, illər və 10 illər boyu xalqımız üçün ən əziz dastanlardan biri olubdur. Əmrah dastanı olaraq və yaxud Əmrah və Sayat xanım dastanı olaraq tanınmaqdadır. Bu dastan çox geniş arenaya yayılıbdır. Yəni Azərbaycanla yanaşı Anadoluda, Türkmenistanda, Özbəkistanda, Qaraqalpaqistanda ən müxtəlif yerlərdə bu dastan yayılıb. Bəlkə də məsələn Əsli Kərəm, Aşıq Qərib dastanları qədər geniş yayılmış bir dastandır. Bu dastan belə deyək ki, türkmənlər arasında Sayat və Həmrah şəklindədir. Həmrah Əmrah anlamındadır və Əmrahın tarixi şəxsiyyət olunduğu da bilinməkdədir. Ərzincanlı Əmrah olaraq keçməkdədir və onun çevrəsində bu dastan yaradılıb. Dastanı bugün bizim indiyə qədər də bir çox görkəmli aşıqlar gəlib, təqdim edib, tanıdıblar və çox sevilmiş bir dastandır. Bugün Şirvan elindən gəlmiş aşıqlarımız var, onlar dastanı təqdim eləyəcəklər. Elman Talistanda ustad aşığımız, çox dəyərli dastançı olaraq Şirvan elində məşhurdur və Azərbaycanda da hamı tanır. Onun yanında bizim ustadlar ustadı bir balabançımız var, əməkdar mədəniyyətçisi Rasim Ələskər. Rasim Ələskər sıradan balabançı deyil, elə əsl ustad aşıq səviyyəsində bir balabançıdır. Onun sinəsində nələr yoxdur, havalardan tutmuş şeirlərə qədər çox zəngin repertuarı olan, söz xəzinəsi olan, səs xəzinəsi olan bir sənətkardır və yaşın da gəlib, deyəsən yaxınlaşır 80-nə doğru. İnşallah günün birində 80-ində də meydanda onu görəcəyik. Elçin İsmailli istedadlı aşığımız dastan meydanına gəlib, bir neçə dəfə gəlib Elmanla birlikdə və mənim də hər dəfə diqqətimi çəkir, daha çox irəliyə gedir, daha mükəmməl təqdimatlar eləyir. Bugün də o təqdimatı görəcəyik. Gəldik zərb ustalarına. Zərb ustalarının Nərman Mehdiyev bizim gözəl nağara ustamızdır və Telman Mahmudoğlu da qoşa ustasıdır, yəni qoşa nağara ustasıdır. Onlar aşıqlarımıza dəstək verəcək. Mənə elə gəlir ki, xoş bir əhval yaradacağıq. Bu dastanın, yenə də dedim, geniş arenada yayılıq, çoxlu variantları var. Hətta versiya səviyyəsində variantları var. Məsələn, türkmənlərdə olan Sayat və Həmrah dastanı bütün dünyada tanınıb türkmənlərin adına. Bizim bu dastanla aşağı yuxarı eyni şəkildə, amma versiya şəklindədir. Özbəklərdə də elədir. Digər xalqlarda da, digər türk xalqlarında o şəkildə mövcuddur. Azərbaycan anlamında bu dastanı bir çox böyük aşıqlar danışıblar. Hüseyin Saraşlıdan tutmuş, belə deyək ki, son dönəmin aşıqları olublar, böyük ustad aşıqları olublar. Onların ifalarında görmüşük, o dastanlar sevilibdir və bugün də davam eləyir. Mən çox mətləbə getməyəcəm, amma bir şey demək istəyirəm ki, bu dastan şübhəsiz ki, özünün içərisində aldığı süjet etibarilə, hadisələr etibarilə binəsini, başlanğıcını Azərbaycandan götürüb. Onun bir məkanı olaraq bizim Qərbi Azərbaycanımız nəzərdə tutulubdur, Qarabağımız nəzərdə tutulub, variantlarda fərqlidir, ona görə deyirəm. Eləcə də Ərzincan, Ərzurum çevrəsi və s. Yəni burada Ərzincanlı Əmrah olaraq da, Ərzurumlu Əmrah olaraq da şeirlər keçir və o mətnlər yerləşdirilibdir. Bütün hallarda dastan öz mahiyyəti etibarilə olduqca zəngindir və bu dastanın Şirvanda geniş yayılmasında bir böyük sənətkarın olduqca böyük rolu var. Mirzə Bilalın. Mirzə Bilal öz şagirdlərinə yaxın, yəni təqribən bir 100 il bundan qabaq bu dastanı danışıb. Şamil Piriyevi mən tanıyırdım, İsmaillidən böyük ustad idi, qulluq eləmişdi Mirzə Bilalla. Şamil Piriyev öz repertuarından ustad Aşıq Yanvar Bədəlova öyrətmişdi. Aşıq Yanvar məclislərdə danışırdı və hamımıza çox ləzzət eləyirdi. Aşıq Yanvardan gördüyümüz ustad aşığımız Elman Talistanlı mənimsiyibdir və özündən sonra gələn aşıqlarımıza, məsələn, Elçinə və digər Şirvan aşıqlarına da dastanı mənimsədilir. İnşallah zaman içərisində yeni səsli, nəfəsli, dastancı aşıqların ifasında da görəcəyik.
Bir daha qayıdıram ki, böyük ustadımız Rasim Ələsgər dastanın unikal bir bilicisidir. Elmanla bir yerdə işləyiblər, dastanı nizamlayıblar və ona da bəri başdan təşəkkür edirik. Çünki həqiqətən bu sıradan olan dastanların, mətnlərin unikal daşıyıcısıdır. Ona da bir daha ürəkdən təşəkkür edirik. Mətləbi çox uzatmayaq. İstəyirəm ki, dastanımıza başlayaq və görəcəyik ki, Əmrahın başına hansı işlər gəlir, Sayət xanımın arxasınca hansı səfərlər eləyir, hansı əhvalatlar olur burada. Məsələn, çox maraqlı məqamlar olacaq. Alma əhvalatı və s. görəcəksiniz. Onları aşıqlarımız təqdim eləyəcək. Meydan aşıqlarımızın. Ustadlar dastan başlayanda ustadnamə deyər. Biz də bir ustadnamə deyək, siz şad olun. Ustad deyir ki, saz kökü bilməyib aşıqlıq edən oturub yerində qalsa yaxşıdır. Sözü düz deməyib nəğmə oxuyan dərsini ustaddan alsa yaxşıdır. Sazda pərdələr var cürbəcür səsli, şirin tuti dilli bülbül nəfəsli, boş keçməyə hər yayı qışı hər fəsli meylini sənətdə salsa yaxşıdır. Yanvarın sözləri nəsiyyət olar, qanmayan nadana vəsiyyət olar, məclisdə əlinə telli saz alan xalqın ürəyindən çalsa yaxşıdır. Elçin, növbəti ustadnaməni istəyirəm sən deyəsən. Mən ustadımdan belə öyrənmişəm. Bəli, mən də ustadımın yolunu gedirəm. Deyir, boşda geçsin boş öydü, ürəksizdə ürək olmur. Kim tanımır, yaş söydü, əyləndi, dirək olmur. Nə deyəsən bu mizana, doğrunu əyri yazana, milyon yığa min qazana, çörəksizdə çörək olmur. Dünyanın oyunu çoxdur, yalanları yağlı oxdur. Mərdin sözü hədir, yoxdur, onda baxaq görək olmur. Orxan Paşa öyrət bizə, doğruları söylət bizə, qeyrət heç vaxt qeyrətsizə lazım gəlmir, gərək olmur. Ustadlar adətən ustadnaməni 2 deməz 3 deyər, biz də 3 deyərdik, amma ki, vaxta görə elə istəyirik birbaş dastanımıza keçək. Bəli, əzizlərimiz, sizə hardan xəbər verim? Qarabağ vilayətindən. Qarabağ vilayətində kimdən? Əhməd adlı yaşlı bir kişidən. Əhməd kişinin Əmrah adında həm kamallı, həm camallı bir oğlu var idi. Əmrah bir gecədə yatmışdı, onun yuxusuna əlində badə olan bir nurani dərviş gəldi. Dedi, Əmrah, nə yatmışsan, qalx ayağa, al bu badəni nuş elə. Baba dərviş, bizdə şərab içmək haram buyurulur. Oğul, bu badə o badələrdən deyil, bu badə aşıqı məşuqa, sevəni sevilənə yetirən eşq badəsidir. Elə ki, Əmrah alıb badəni nuş elədi, sinəsi dəmirsi kürəsi kimi alışıb yanmağa başladı. Dedi, ağa, yandı mənə bir haray. Dərviş 2 barmağının arasını göstərib dedi, oğul, barmaqlarımın arasından bax gör, nə görürsən? Gözəl bir qız görürəm, baba dərviş. Oğul, o qız Osmanlı vilayətində Mahmud Paşanın qızı Səyyad Pəridir. Onu sənə, səni də ona buta verdim. İnşallah gedəndə başına çox əhvalatlar gələr, amma sonunda mətləbinə çatarsın. Dərviş bunu deyib, qeyb oldu. Elə ki, dərviş qeyb olan kimi Əmrah da yıxılıb huşu özündən getdi. Səhər açıldı, səhərlər üzünüzə xeyirliyə açılsın. Əhməd kişi çox gözlədi, Əmrah gəlib çıxmadı. Durub Əmrahın otağına gəldi, baxdı, gördü ki, Əmrah yıxılıb, özündən gedib huşu özündə deyil. Tez haray saldı, harayı eşidən fala baxan, bəxt açan, gün darayan, yara sarayan, cin tutan hamısı harayı eşidib gəldi. Biri dedi, bunu cin tutub. Biri dedi, dəli olub. Axırda bir nurani qoca gəlib çıxdı. Əmrahın üzünə baxan kimi baxdı, gördü ki, sifəti allanıb, yanaqları da qıpqırmızı qızarıb. Dedi, bu oğlanın yanından dağılın. Bu oğlana badə içirdiblər. 7 gün keçər, 8-ci günü özü ayılıb hər şeyi açıb danışacaq. Əhməd kişi qocanı yola salıb qayıtdı, razı yola salıb qayıtdı. Qocanın dediyi kimi 7 gün keçdi, 8-ci günü Əmrah yuxudan ayılıb başladı ağlamağa. Əhməd kişiyə xəbər getdi ki, oğlun
Əmrah ayılıb, amma ağlayır. Bilmirik nəyə görə ağlayır. Əhməd kişi durub Əmrahın yanına gəldi, dedi, oğul, niyə ağlayırsan, sənə nə olub? Atay mehriban. Ağam mənə Osmanlı vilayətində Mahmud Paşanın qızı Səyyad Pərini buta verib. Ata, izin ver, mən butamın arxası ilə gedim. Ay oğul, gəl sən bu yoldan çəkin. Sən hələ cavansan, yol da uzaqdır. Elə uzaq yoldan Səyyad Pərini necə gətirəcəksən? Əhməd kişi də elə usta balabançı kimi adam idi. Əhməd kişi çox çalışdı ki, Əmrahı yolundan daşındırsın. Nə qədər elədisə, Əmrah yola gəlmədi. Dedi, gedəcəm. Axırda Əhməd kişinin çarəsi kəsilib, dedi, oğul, bala dediyin bağır ətidir. Mən səni gözümdən uzağa qoya bilmərəm. Mən də səninlə gedəcəm, çox da qocuyam. Ölsəm öləcəm, qalsam qalacam. Hər ikisi razılaşdılar. Əmrah anasının yanına gəldi. Ana müqəddəs varlıqdır. Götürüb orada görək zil müxəmməs havası üstündə. Anasından səfərə getməyə necə icazə alır, biz deyək, siz şad olun. Canım ala, gözüm ala, izin ver ala getirem. Canım ala, gözüm ala, izin ver ala getirem. Sana kurban özüm ala, izin ver ala getirem. Sana kurban özüm ala, izin ver ala getirem. İzin ver ala getirem. Vurulmuşam nevrağına, gözəl keçən oylağına. Vurulmuşam nevrağına, gözəl keçən oylağına. Sayat pəri sorağına, sayat pəri sorağına. Gedirəm ana, gedirəm, izin ver ana, gedirəm. Əmrah deyər aşiq mənəm, həsətindən yanar sinəm. Əmrah deyər aşiq mənəm, həsətindən yanar sinəm. Öz eşkimdən çətin dönəm, izin ver ana, gedirəm. Öz eşkimdən çətin dönəm, izin ver ana, gedirəm. İzin ver ana, gedirəm. Söz tamam oldu. Əmrahın anası Əmraha xeyir dua verib izin verdi. Əmrah anası ilə, qohum qardaşla görüşüb, Əhməd kişi ilə bir yerdə yola düşdülər. Bir xeyli gedəndən sonra gəlib Osmanlı torpağına çatdılar. Baxdılar ki, bir gözəl düzənlikdir. Düzənliyin ortasından arx keçir. Amma arxdan dupduru göz yaşı kimi bir su axır. Əhməd kişi dedi, oğul, yorulmuşuq. Gəl biraz dincələk. Həm əl üzümüzü yuyaq, həm su içək, həm çörək yeyək. Sən də görürəm, cavan olmasına baxmayaraq çox yorulmuşsan. Biraz yat dincəl. Bəli, Əhməd kişinin dediyi kimi elədilər. Suda əl üzlərini yudular, su içdilər. Süfrə salıb bir qismət çörək yedilər. Elə doğrudan da Əmrah çox yorulmuşdu. Elə uzanan kimi yatdı. Əhməd kişi arxın qırağında oturub, kisəsini çıxardıb qəlyan çəkməkdə olsun. Bir də baxdı, gördü ki, arxla bir alma gəlir. Əl atıb almanı tutdu. Baxdı, gördü ki, almanın bir üzü süddən ağ, bir üzü lalədən qırmızı bir almadır. Amma alma o almadı ki, hardasa istəkli adam üçün saxlanılıb.
saplağında sap var. Görünür ki, yerə düşən vaxtı götürüb yerinə bağlamaq üçündür. Almanı böldü, istədi yasın özü yesin, yasın Əmrah saxlasın. Özünə çatan hissəni yeyəndə baxdı, gördü ki, alma həm şirindir, həm yumuşaq. Əsl qoca almasıdır. Bəh-bəh, usta, ləzzət eləyər da. Gözəl, gözəl, gözəl. Nəfis Əhməd kişiyə güc gəldi. Ələsgər deyər ki, nəfsinlə mərifət durub cihada, mərifət deyər belə kar eyləməklə. Nəfs deyər, baxma naqqal sözünə, xeyrin gələn yerdən ar eyləməklə. Əhməd kişi nəfsinə güc eləyə bilmədi, götürüb o birisi səndə yedi. Baxdı, gördü ki, biri də gəlir. Onu da tutub yedi. Gördü, biri də gəlir. Fikirləşdi ki, yəqin bu arxın başında alma ağacı var. Bu almalar da oradan tökülüb gəlir. Gəl, nə qədər Əmrah yuxudadır, xurcunu götür, get alma ağacını tap, həm özün ye, həm də bir xurcun yığ gətir, Əmrah da doyuncan yesin. Bəli, xurcunu götürüb, almalar gələn tərəfə getməyə başladı. Gəlib bir hündür hasara çatdı. Baxdı, gördü ki, hasar o qədər hündürdür ki, o tərəfə keçmək qeyri-mümkündür. Bu, ancaq cavan adamın işidir ki, kəmənd ata o tərəfə düşə. Əhməd ki, hasarı dolandı, gördü bir yol yoxdur. Axırda bir balaca su yolu var idi. Əhməd ki də arıq adam idi, qoca kişi idi. Su yolundan özün saldı içəri, baxdı, gördü ki, bura güllü çiçəkli meyvəli bir bağdır. Usta, bu bağ kimin bağı idi? Mahmud Paşanın qızı Səyyad Pərinin Bəli, bağıdır. düz daha üstə, düz deyəsən, düz deyəsən. Bəli, Səyyad Bəli, Pərinin bu bağıdır. bağ Mahmud Paşanın qızı Səyyad Pərinin idi. Səyyad Pərini Əmrah buta verən kimi, Əmrahı da Səyyad Pəriyə göstərib buta vermişdilər. Ona görə də Səyyad Pər əlləri qoynunda Əmrahın yolun gözləyirdi. Payız olduğundan bütün ağaçların meyvələri dərilmişdi. Amma Səyyad Pəri Çarhovuzun yanında bir alma ağacının, bir də badam ağacının meyvələrini dərməyə qoymamışdı. Hər iki ağacın yarpaqları tökülmüşdü, amma meyvələri qalmışdı. Yerə düşən meyvələri də Səyyad Pəri götürüb iplə ağaca bağlatdırıb Əmrah üçün saxladırdı. Bəli, Əhməd kişi bağı gəzəndən sonra gəldi, gördü, bütün ağaçların meyvələri dərilib, amma nədənsə bu iki ağacın meyvəsinə toxunulmayıb. Dedi, elə yaxşıdır da, istədiyim yarıdı yetirdi Pərverdigar. Rahatca ağaca çıxıb doyunca yedi, bir xurcunda yığıb aşağı düşdüyündə bir xurcun alma ilə kifayətlənsə nə var ki? Dedi, yox, gərək biraz da badam yılam. Elə badama çıxmaqda olsun, sizə xəbər verim, Səyyad Pərinin Qaravaşı Ağcaqızdan. Ağcaqız alma bağının keşiyin çəkirdi. Əhməd kişi ağaca çıxan vaxtı Ağcaqız bağı dolanırdı. Çünki o vaxtı mahalda oğru çox idi. Bir də baxdı, gördü ki, bir çal qoca almadan düşüb badama çıxır. Ay qoca, bir bəri gəl görüm, sən kimsən? Atalardan bir misali var, deyir, oğru elə bağırdı ki, doğrunun bağırı yarıldı. Əhməd kişi Ağcaqızın üzərinə elə cumdu ki, Ağcaqız qorxusundan qaçıb saraya Səyyad Pərinin yanına gəldi. Səyyad Pər də 40 incə belli qızla oturmuşdu. Gördü, Ağcaqız qaça-qaça gəlir, amma tövşüyür. Ay qız, sənə nə olub? Niyə tövşüyürsən? Xanım, bağa oğru girib. Ay qız, bir açıq de görüm, nə oğru, nə zat, o boyda hündür hasardan hansı oğru aşıb bağa girə bilər? Ağcaqız gördü ki, özü elə haldadır ki, xanımı sözlə başa sala bilməyəcək. Saçından 3 tel ayırıb, sinəsinə basıb, aldı görək, güllü Şirvan havası üstündə Səyyad Pərini necə başa salır, biz deyək incə sazla, incə sözlə.
Sarmış giribdir, yeyib qurtarırdır yaramasını. Yeyib qurtarırdır yaramasını. Bilmirəm özünü hardan veribdir. Bilmirəm özünü hardan veribdir. Yeyib qurtarırdır yaramasını. Yeyib qurtarırdır yaramasını. Yeyib ləzzətindən doyubdur. Yeyib ləzzətindən doyubdur. Dişi yoxdur damağı ilə soyubdur. Dişi yoxdur damağı ilə soyubdur. Xurcunu doldurub yana qoyubdur. Xurcunu doldurub yana qoyubdur. Yeyib qurtarıbdır yaralmasını. Yeyib qurtarıbdır yaralmasını. Almadan qurtarıb çıxıb adamam. Almadan qurtarıb çıxıb adamam. Qaşqa qaban kimi cımır adamam. Qaşqa qaban kimi cımır adamam. Ağza qızam deyil fəriz adamam. Ağza qızam deyil fəriz adamam. Yeyib qurtarıbdır yaralmasını. Yeyib qurtarıbdır yaralmasını. Yeyib qurtarıbdır yaralmasını. Yeyib qurtarıbdır yaralmasını. Əzizlərimiz, söz tamama yetdi. Yaralması deyəndə Səyyad Pəri Əmrah üçün saxladığı ağacın, alma ağacının adını yaralması qoymuşdu. Ona görə yaralması deyirdi. Ağca qız bağda olan başına gələnləri sazla dediyi kimi sözlə də Səyyad Pəriyə başa saldı. Səyyad Pəri qızlara dedi, qızlar hazırlaşın gedək. Amma hər ehtimala qarşı özünüzlə balta götürün, kərki götürün, ola bilsin ki, lazım gəlsə ağacı kəsərik. Bəli, əzizlərimiz, qızlar lazım olan alətləri hazır edib xanımın yanında hazır oldular. Səyyad Pəri qızları götürüb bağa gəldi, baxdı, gördü ki, doğrudan da bir qoca kişidir, badam ağacında badam yığılır. Ay qoca, sən kimsən, bir aşağı düş görüm kimsən? Əhməd kişi Səyyad Pərinin adını eşidib özün görməməzliyə vurdu, biraz da yuxarı dırmandı. Səyyad Pəri gördü ki, onun sözü ilə qoca ağaçdan düşmək istəmir. Qızların arasında bir qarı var idi. Qarı o qarı idi ki, 9 dəfə şeytanla yoldaşlıq eləmişdi. 10 manat şeytan qarıya boşdu idi. Qarının yanına çağırıb dedi, qarı nənə, bu qocanın dilin ancaq qocalar bilər. Qocanı ağaçdan ancaq sən düşürdə bilərsən. Qarı dedi, baş üstə. Qarı ağacın altına gəldi, baxdı, belə baxdı, gördü ki, bu ölüvay qoca olsaydı, ağacın ayaq budaqlarında durardı. Bu diribaş qocadır ki, ağacın tam zirvəsinə qalxıb. Ay qoca, aşağı düş, Səyyad Pərinin sönə sözü var. Əhməd kişi dedi, hə, deməli, ünvana düz gəlmişəm. Amma fikirləşdi ki, aşağı düşsə, bunu 40 nəfər əli baltalı, kərkili qızlar gözləyir. Bunu yerə düşən kimi öldürəcəklər. Dedi, elə gəl, Əmrahı səslə, bəlkə Əmrah eşidib gələr. Səyyad Pəri Əmrahı görsə mənə dəyməz. Götürüb orada görək, Şirvan gözəlləməsi ilə Əmrahı necə səsləyir, biz deyək şad olun.
Canım Emrah, gözüm Emrah, gel yanım Bağdadır Bağda. Sana kurban özüm Emrah, sana kurban özüm Emrah, gel yanım Bağdadır Bağda, gel yanım Bağdadır Bağda, gel yanım Bağdadır Bağda. Söhbətilə sazla belə, ördəyilə qazla belə, 40 incəbəl qızla belə, 40 incəbəl qızla belə, gəl yarım Bağdadır Bağda, gəl yarım Bağdadır Bağda, gəl yarım Bağdadır Bağda. Əhmədin başı qaldadır, gözəllər sağı soldadır. Əhmədin başı qaldadır, gözəllər sağı soldadır. Pərinin gözü yoldadır, pərinin gözü yoldadır, gel yarım Bağdadır Bağda, gel yarım Bağdadır Bağda. Gel yarım Bağdadır Bağda, gel yarım Bağdadır Bağda. Gel yarım Bağdadır Bağda, gel yarım Bağdadır Bağda. Əhmədin başı qaldadır, gözəllər sağı soldadır. Pərinin gözü yoldadır, gəl yarım Bağdadır Bağda. Çağırır da. Səyyad pəri Əmrahın adını eşidən kimi gülümsədi. Dedi, hə, haradasa Əmrah gəlib yaxındadır. Ay qoca, Əmrah adı çəkirsən, de görüm Əmrahın yerini bilirsənmi? Dedi, xanım, mən Əmrahın yerini bilmirəm. Amma fikirləşdi ki, əgər Əmrahın yerini desəm, 40 nəfər qızdır, Əmrah da yatıb. Gedib bu Əmrahı 40 qız bastırğa salıb öldürərlər. Dedi, gəl elə Əmrahın yerini deməcinə. Səyyad pəri çox çalışdı, Əhməd ki, Əmrahın yerini demədi. Dedi, qızlar, başlayın ağacı kəsməyə. Əhməd ki, fikirləşdi ki, əgər Səyyad pəri ağacı kəssə, bu da qoca adamdır. Ağacsan bir yerdə yıxılsa, o dünyalıq olacaq. Dedi, elə gəl xanıma yalvar, bəlkə xanım insafa gələr, səni buraxa gedəsən. Götürüb orada görək döymə kərəm üstündə. Deyirəm başına döndüm ay Səyyad pəri, məni qalma qala salma bağında. Gördüm ey baxsanmısız bağbanı yoxdur. Gördüm ey baxsanmısız bağbanı yoxdur. Dərmişəm bir neçə alma bağında, sənə nənəm qurban gözləri qara. Deyirəm qışın ay şaxtasından qar olar dağlar. Deyirəm qışın ay şaxtasından qar olar dağlar. Bizi belə görən hər cay çağlar. Aman 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 bağbanlar öləndə, ay bağbanlar öləndə qanaqlar bağlar. Gəl qıyma canımı alma bağında, neynəy, neynəy adərdin aldığıma gözləri qarayey. Kışın şaxtasından qar olar bağlar.
Bizi belə görən Hərzai çağlar, bağbanlar öləndə qan ağlar bağlar. Gəl qıyma canımı, alma bağında, aldı görək divara. Bir gül açılmaqla bahar yaz olmaz. Ey, şamama dərməklə başdan pozulmadan, aman 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 aman. Deyirəm bir əmrah ölməkdən aşıq azalmaz. Əmrah ölməkdən aşıq azalmaz. Əmrah intizar qılma bağında neynək, neynək, neynək dərdin aldığıma dərdin aldığım. Əmrah intizar qılma bağında yarey, alma canımı. Bir gül açılmaqla bahar yaz olmaz, şamama dərməklə bostan pozulmaz. Bir Əhməd ölməklə aşıq azalmaz. Əmrahı intizar qılma bağında. Dedi, qoca, canıma yazığın gəlsin. Gəl Əmrahın yerində, mən səni buraxım get. Dedi, xanım, mən nə Əmrah adında adam tanıyıram, nə də Əmrahın yerini bilirəm. Dedi, zalım oğlu zalım, bəs elə səhərdən Əmrah adı çəkirsən. Necə yəni, Əmrahın adını çəkirsən, onun yerini bilmirsən? Dedi, xanım, mən Əmrah demirəm, Həmrah deyirəm. Həmrah bizdə yol yoldaşına deyirlər. Səyyad Pəri gördü ki, Əhməd kişi Əmrahın yerini deyməyi istəmir. Dedi, qızlar hazırlaşın, ağacı kəsək. Qızlar hazırlaşırdı. Əhməd kişi fikirləşdi ki, daha bundan artıq yol yoxdur. Xanım başlayacaq ağacı kəsməyə, ancaq bunun bir dənə yolu var. O da qaçmaq. Ağaçdan tullanıb qaçmaq. İndi ağaçdan tullanıb qaçsa nə var ki? Dedi, bu vur-havurda gərək Əmrahı alma da aparam. Xurcunu çiyninə aşırıb, qaçmaq istəyində tappıltı ilə düz alma ağacının dibinə düşdü. 40 qız başmaqların tayı ilə o qədər Əhməd kişini döydü ki, Əhməd kişidə daha hal qalmadı. Səyyad Pəri qabağa yeridi, dedi, ay qoca, bəlkə sən oğrusan. Dedi, xanım, mənim bu yaşıma, başıma bax gör, mən oğruya oxşayıram. Yaxşı, əgər oğru dölsənsə, bu ağacları bu günə nə günə salmısan? Sonra bunlar bir tərəfə dursun, de görüm, bu xurcunu doldurub kimə aparırsan? Qoca, yoldaşının adını deməsən, səni bu dəfə hovuza salıb, sonra da oradan çıxardıb döydürəcəm. Əhməd kişi də fikirləşdi ki, payız havası, bu da qoca azam. Bunu hovuza salıb çıxarsalar elə yolda öləcək. Dedi, xanım, gəlmişəm bir, qaydım, gedim, iki, bir səhv eləmişəm. Burax məni, çıxım, gedim. Dedi, yox, anana qurban olasan. Elə bir şey yoxdur. Ya gərək Əmrahın yerin deyəsən, ya da səni döyə-döyə öldürəcəm. Əhməd kişi gördü ki, Səyyad Pəri yalvarmağa baxmır. Dedi, yenə elə güc ver saza, bəlkə insafa gəlsə sazla gələcək. Götürüb orada görək, qəhrəmanı havası üstündə. Nə cür deyir, biz deyək şad olun. Xanım bugün bir günahkar iş gördüm. Xanım bugün bir günahkar iş gördüm. Allah'ın döküldü yarpağı almam. Allah'ın döküldü yarpağı almam. Hayala geçsem de günahkar benim. Hayala geçsem de günahkar benim. Ödeyende sındı budağını almam. Ödeyende sındı budağını almam. Aleyhim balam aleyhim. Aleyhim
içində, şamama bəslənib qoynun içində, yaxşı bəzəmisən butağı almam, yaxşı bəzəmisən butağı almam. Aleyhim alam aleyhim, aleyhim salam aleyhim, aleyhim balam aleyhim. Bütün elə məni qoynun içində, qəlbinə yaxın et, qoynun içində, şamama bəslənib qoynun içində, yaxşı bəzəmsən butağı alma. Qarı da arada Əhməd kişiyə yaxınlaşıb deyirdi ki, evin yıxılmasın, yaşı neçədir bilmirəm, yaxşı qalmısan. Amma bir hayf ki, dişlərin tökülüb. Görək Əhməd kişi orada nə cavab verəcək, biz deyək şad olun. Kəsdizin üstündə başın Əhmədin, kəsdizin üstündə başın Əhmədin, qoy qanım götürsün qurbanı almam, qoy qanım götürsün qurbanı almam. Aleyhim balam aleyhim, aleyhim sanam aleyhim, aleyhim balam aleyhim, Qoy qanım tökülsün bu bağıya xəbər alma, gəl sən yaşın Əhmədin nuzula tökübdür, dişin Əhmədin nuzula diş xəstəliyidir da, bilənlər bilir. Kəs dizin üstündə başın Əhmədin, qoy qanım burusun bu bağı alma. Səyyad Pəri çox çalışdı, yenə gördü ki, Əhməd kişi Əmrahın yerini demək istəmir. Dedi qızlar, da buradan o tayhəsi yoxdur. Tutun bu qocanı, salın hovuza. Amma qarı yazıq dedi ki, ay qızlar, ağzını yuxarı tutun, ağzına su dolmasın. Öldürüb eləyəsiz, ayağımızda qalar. Qızlar Əhməd kişini hovuza salıb çıxardıb, o qədər döydülər ki, Əhməd kişidə təmiz hal qalmadı. Bunlar burada qalmaqda olsun. İndi Aşıq Elçin deyəcək görək, Əmrahın başına nələr gəldi, dastanımızın sonu necə oldu, yaxşı olacaq Allah qoysa. Bəli, bunlar burada qalmaqda olsun. Sizə xəbər verim Əmrahdan. Əmrah yuxudan aydı, baxdı, gördü, atası yanında yoxdur. Bu yana baxdı, bir yana baxdı, gördü, görsənmir. Amma Axın başından harasa səs gəlir. Belə səsə diqqətlə qulaq asdı, baxdı, gördü səs, atasının səsidir. Əmrah səs tərəfə getdi. Getdi, Axın başında hündür bir hasara tuş gəldi. Kəmənd atıb hasarın o üzrə keçdi, bir onu gördü ki, Allah, bir dəstə qız Əhməd kişini dövrəyə alıb o qədər döyüblər ki, daha kişidə hay qalmıyor. Əmrah soruşdu, mənim atamı bu hala niyə salmısınız? Əhməd kişi Əmrahı görən kimi ağlamağa başladı. Aldı bir şəqai gəraylısı üstündə görə, ay ustad, necə dedi, biz deyək, siz şad olun. Qaşı gözü qaralının, qaşı gözü qaralının, dadəlindən, 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 ey dadəlindən, ey dadəlindən. Ciğer hazar paralının, ciğer hazar paralının, dadəlindən, 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 ey dadəlindən, ey dadəlindən.
Dadelindən, 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 dadelindən. Bağbalıyam bu bağının, bağbalıyam bu bağının. Leylə verəm bu dağının, ey leyli, leyli, ey leyli, leyli, ey leyli, leyli. Əhməd deyər bu yaxının, Əhməd deyər bu yaxının. Dadelindən, 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 dadelindən. Əhməd deyər bu yaxının, dadelindən, 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 dadelindən. Bəli, söz tamam oldu. Səyyad Pəri Əmrahı tanıyıb irəli gəldi. Bildi ki, Əhməd kişi Əmrahın atasıdır. Elədiyi səhvə görə Əhməd kişinin hər iki aşıq məşuq görüşdülər. Bildi ki, Əhməd kişi Əmrahın atasıdır. Səhvinə görə Əhməd kişinin qarşısına getdi, ondan üzr istədi və qızlara əmr etdi ki, Əhməd kişi üçün bir dəst gözəl libas gətirsin. Qızlara da dedi ki, bir səhvdi də eləmişəm, əlim qırılsın. Qarı da məlul-məlul baxırdı, biləndə ki, Əmrah Əhməd kişinin oğludur, daha əli hər yandan üzülmüşdü. Bunu görən Səyyad Pəri, onun da könlünü xoş eləmək üçün onun üçün də bir dəst libas gətizdirdi. Əhməd kişi qızların gətirdiyi libası geyindi. Səyyad Pəri bağı Ağca qıza tapşırıb, Əhməd kişini, Əmrahı götürüb Mahmud Paşanın sarayına gəldilər. Əhməd kişi vaxt itirmədən Mahmud Paşanın hüzuruna getdi. Necə ki, usta əvvəl dastanımızın əvvəlində əhvalatı ərz eləmişdi, Əhməd kişi də Mahmud Paşaya ərz elədi. Mahmud Paşa ağıllı, dünya görmüş adam idi. Əhməd kişini dinləyəndən sonra Əmrahı hüzuruna çağırtdırdı. Onunla bir xeyli söhbət edəndən sonra baxdı ki, doğrudan da Əmrah ağıllı, kamallı oğlandı. Hər bir atanın, ananın arzusudur ki, övladını xoşbəxt görsün. Qızı Səyyad Pərinin yanına çağırıb, onun razılığını alandan sonra Səyyad Pərini Əmraha verməyə razılıq verdi. Mahmud Paşa 7 gün, 7 gecə toy elədi. Amma Əhməd kişinin xahişi ilə kəbin kəsməyi Qarabağda Əmrahın toyuna saxlamışdı. Bir neçə gün qonaq qalandan sonra Əhməd kişi Mahmud Paşanın hüzuruna gəldi, dedi, Paşa sağ olsun, Əmrah mənim yeganə övladımdır. Mən də istəyirəm öz elimdə, obamda məclis qurum, toy eləyim. Həm də anasının gözü yoldadır. İzin versəydim, mən də gedib toya hazırlığımı görərdim. Mahmud Paşa izin verdi. Əhməd ki, yola düşəndə aldı görək bir bəy gözəlləməsi üstündə Əmrahı Mahmud Paşaya necə tapşırır, Mahmud Paşa nə cavab verir? Can Səyyadın, can sizin. Onun intizarı var bu canımda. Onun intizarı var bu canımda. Can Əmrahın, can Səyyadın, can siz. Can Əmrahın, can Səyyadın, can siz. Can Əmrahın, can Səyyadın, can sizin.
qoca qalma yolunla Mən Əmrahı səndən yaxşı saxlaram Gecə sarayımda, gündüz bağımda Gecə sarayımda, gündüz bağımda Mən Əmrahı səndən yaxşı saxlaram Mən Əmrahı səndən yaxşı saxlaram Mən Əmrahı səndən yaxşı saxlaram O uca dağların başı daldadır. İgidin həyatı qeyli qaldadır. Əmrahın anasının gözü yoldadır. Can Əmrahın, ay paşa, can səyyadın, can sizin. Doğru danış qoca, uyma yalana. Görüm qismət olsun yaman yamana. Çalış düşmə yolda qara borana. Mən Əmrahı səndən yaxşı saxlaram. Aldı bəndin gerisin görə aran gözəlləməz usta. Necə dedi? Biz deyərsiz şad olur. Mən Əhməd kişiyəm, xəyalım çaşdı. Xəyallarım bir-birinə qarışdı. Qocalıq əl verdi, dilim dolaşdı. Qocalıq əl verdi, dilim dolaşdı. Can Əmrahın, can səyyadın, can sizin. Can Əmrahın, can səyyadın, can sizin. Can Əmrahın, can səyyadın, can sizin. Mən Mahmud Paşayam, bağça barımdır Almamdır, heyvamdır, şirinlarımdır Əmrah ilə Sayad mənim canımdır Əmrah ilə Sayad mənim canımdır Mən Əmrahı səndən yaxşı saxlaram Mən Əmrahı səndən yaxşı saxlaram Mən Əmrahı səndən yaxşı saxlaram Mən Əmrahı səndən yaxşı saxlaram. Bəli, söz tamam oldu. Əhməd kişi Mahmud Paşa ilə, Əmrahla, Sayad bəy ilə görüşüb Qarabağa yola düşdü. Əhməd kişi yol getməkdə olsun, sizə xəbər verim. Əmrahla Sayad bəridən. Əmrahla Sayad bəri bağçaya gəzməyə çıxmışdılar. Baxmayaraq ki, payız ayıydı, amma havalar xoş keçirdi, isti keçirdi. Bağçada o qədər gözəl güllər, çiçəklər var idi ki, usta, heç birinin gözəlliyi Sayad pərinin gözəlliyinə tay ola bilməzdi. Əmrah əlini uzatdı ki, güllərdən, çiçəklərdən dərib Sayad pərinin tellərinə düşsün. Bu an Sayad pər yox deyib qoymadı. Çünki onların kəbini kəsilməmişdi deyə istəmirdi ki, Əmrahın əli ona toxunsun. Bu məqamda aldı görək Sayad pərinin yox cavabına. Əmrah Qəmərcani havası üstündə nə dedi? Biz deyək, incə sazla, incə sözlə. Məhşər ayağıdır ha. Gülşen nedir? Dedi bağımdır. Dedim sefalıdır. Söyledi yok balam. Dedim işret nedir? Dedi sağımdır. Dedim gel sen sürey. Söyledi yok can Qəmərcan.
şeker nedir? Dedi sözümdür balam, Dedim alma nedir? dedi üzümdür. Dedim öpmeliyem. Söyledi yok yok, can can gemercan, derde kemercan, bakın doyunca. Can can gemercan, derde kemercan, bakın doyunca, bakın doyunca. Dedim kulaç nedir? Dedi kolumdur, Dedim Emrah kimdir? dedi kulumdur balam, Dedim uzak nedir? dedi yolumdur. Dedim gelsen gedey. Söyledi yok yok, can can gemercan, dede kemercan, bakın doyunca. Can can gemercan, dede kemercan, bakın doyunca, bakın doyunca. Bəli, söz tamam oldu. Əhməd kişidən xəbər gəldi ki, artıq toya hazırlıq görülüb, gələ bilərsiniz. Əmrah Səyət Pərinə götürüb, Mahmud Paşa ilə görüşüb, halallaşıb, Qarabağa yola düşdülər. Bir xeyli yol gedəndən sonra artıq yorulmuşdular, bir bağda dincəlməyə qərar verdilər. Bu bağda o qədər quşlar gözəl oxuyurdu. Elə gözəl oxuyurdu ki, elə bir bunların gəlişinə quşlar da sevinirdi. Birdən Səyət Pəri xəbər aldı ki, Mahmud, de görüm, ay Əmrah, de görüm sizi təriflərdə də quşlar belə gözəl oxuyur. Aldı görək Səyət Pərinin bu tərifinə Əmrah bir ayaq şəşəngisi. Bizim usta balabancımız var ha. Bəli, aldım. Gözəl söz xiridarıdır. Elə bu məqamda görək Əmrahın dilindən Səyyad Pəriyə nə deyir? Usta buyur görək. Emrah deyir ki, bəli, bir yol yaranmışıq, bir yol ölməyə. Sevgilim rəhm elə, az öldürməli. Bəh, bəh. Mən əsla qara torpaqda yatan deyiləm. Qoynunda qəbrimi qaz öldürməli. Qoynunda Götürüb orada qəbrimi görək. qaz öldürməli. Bəli. Ayaq şəşəngi üstündə. Bizim yerdə bir cür sona dövr edər. Başı yaşıl, ayaqları qırmızı. İncidən, sədəfdən düzmüş ağzına. İncidən, sədəfdən düzmüş ağzına. Alma kimi yanaqları qırmızı. Alma kimi yanaqları qırmızı. Alma kimi yanaqları qırmızı. Bizim dağlar sizin dağdan ucadır. Malım yoxdur yara, qurban bu candır. Yaqut deyil, Yəmən deyil, mərcandır. Yaqut deyil, Yəmən deyil, mərcandır. Ah qolunda qolbaqları qırmızı. Ah qolunda qolbaqları qırmızı. Ah qolunda qolbaqları qırmızı. Sayad Pərim qalx ayağa bu dəmdə. Sayad Pərim qalx ayağa bu dəmdə.
yaş qalmadı didəmdə. Mənəm rahal çalın çarpaq sinəmdə. Mənəm rahal çalın çarpaq sinəmdə. Yarım çəkib budaqları qırmızı. Yarım çəkib budaqları qırmızı. Yarım çəkib budaqları qırmızı. Yarım çəkib budaqları qırmızı. Hey, qırmızı hey. Qırmızı qadağlar. Bəli, Əmrahla Səyad Pəri Qarabağa çatdılar. Əhməd kişiyə xəbər gəldi ki, artıq çatırlar. Əhməd kişi Əmrahın anasını, qohum qardaşını da götürüb, onların pişvazına çıxdılar. Əhməd kişi 7 gün 7 gecə toy elədi. Allah bütün həsrətdə olanları qovuştursun. Əmrahla Səyad Pəri Vüsala çatdılar. Toyun 7-ci günü bir aşıq aldı görək. Orta müxəmməs üstündə hansı duvaq qapma ilə toyu qapadı? Biz deyək, incə sazla, incə sözlə. Yenə gəlib bahar fəsli, aləmi rövşən bədənimi, seçmə gözəllər əyninə, geyib zərrişən bədənimi, baxırsan ki sağa sola, hər tərəf əryan bədənimi, səhv çəkib huri mələk, rüzəyizvan bədənimi, nasaq qılmayın dilimə, qoy deyim dastan bəzənim, qoy deyim dastan bəzənim. Dərdilər təbib deyim, yığılıb dərmana bugün, gözəllərin mahcamalı, nüsası hər yana bugün, mən yanıram ateşinə, bax mərdi mərdana bugün, yazıq Hüseynin könlünü, eləmə bir ana bugün, aşıqlarda xara geyib, gözəllər əlvan bəzənib, 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 gözəllər əlvan bəzənib. Sağ olun, var olun. Siz də var olun. Həqiqətən böyük ustad da burada meydanda həqiqətən ustadlıqla sizləri müşahidə elədi. Aşıq Elmanın, Aşıq Elçinin bu dastanı xoş bir ovqat yaratdı. Hər üçünüzün, yəni üçünüzlə yanaşı zərb alətləri də o ovqatı yaratdı. Teatral təqdimət gözəl idi. Hətta diyalog məqamları da var idi. Hətta Balabançı da diyaloglara qoşulurdu. Bunlar da olduqca yaxşı idi. Mən bu dastanı yaxın keçmişdə yazmışam. 2000-ci ilin əvvəllərində Hacı Bayramov danışmışdı. Allah rəhmət eləsin ustada. Ondan 10 il sonra Ürfan Əli danışdı. Allah ona da can sağlığı versin, böyük ustadımızdır. Bundan 10 il sonra siz danışası oldunuz. Yəni, bu 20 il ərzində 3-cü dəfədir ki, dastan təqdim olundu. Bu dastanların ruhu, mahiyyəti biri-birinə çox yaxındır. Hətta Türk dünyasındakı variantlarla belə, yəni Türkmənistan, Özbəkistan, Anadolu variantlarıyla belə yaxındır. Amma fərqli cəhətlər də çoxdur. Baxın, mətnlərə diqqət eləyəsək, arxiv yaddaşında var. Hacı Bayramovun danışdığı mətn, sonra Ürfan Əlinin danışdığı, təqdim elədiyi mətnlər xeyli dərəcədə yaxın olduğu qədər də xeyli dərəcədə də fərqlidir. Variantlarda özünə məxsusluqlar çoxdur. O cümlədən sizin bu təqdim etdiyiniz variant da sırf özünüzə məxsus idi. Ona görə xüsusi təşəkkür edirəm. Burada Rasim Ustanın əlbəttə ki, böyük rolu var. O cümlədə böyük ustadların, Mirzə Bilalın, Şamil Piliyevin, Yanvar Bədəlovun Elmana ötürdüyü mətndə unudulmazdı. Onların da hamısının ruhu şad olsun. Mən düşünürəm ki,
yeni nəsil aşıqlar, məsələn, Elçin də daxil olmaqla Şirvan aşıqları mətni bu cür mənimsəyib davam etdirməlidirlər. Çünki Əmrah sıradan dastan deyil. Bunun içərisindəki mətnlər biraz da ixtisar eləmişik, düzünü də deyək ki, bir xeyli ixtisar elədik, mətni yerləşdirmək lazım idi. Bununla bərabər bu mətnin qorunması və gələcək daşınmasında çox işlər görülməlidir. O işləri Elçin bundan sonra bizim yəni yeni nəsil aşığı ki, gələcək ustad aşıq kimi ortaya onun çiynində olacaq. O anlamda həm böyük Rasim Ələsgərin, həm də Elman qardaşımızın bu xidmətini, bu zəhmətini hamımız dəyərləndiririk və inşallah gələcəyə də bu yolu uğurla davam elətdirəcəyik. Çox təşəkkür edirəm, var olun. Musiqilər də gözəl idi, ifa tərzləri də gözəl idi, dastanın məzmunu da gözəl idi. Yəni onun süjeti, kompozisiyası bir-birinə çox bağlı, çox dolğun bir dastan idi. Çox təşəkkür edirəm, var olasınız. Hörmətli tamaşaçılar, bugün Əmrah və Sayad xanım dastanını sizə təqdim elədik. Onun Azərbaycanla bağlı köklərini, onun tarixi ənənəsini sizlərə söylədik və gördük ki, çox geniş miqyasda yayılmış bu dastan bugün də Azərbaycan aşıqlığında, Gəncəbəsarda, Borçalıda, Şirvanda, hər yerdə daşınmaqdadır. Bu ənənəni qoruyub yaşatdığına görə aşıqlarımıza təşəkkür edirik. Sizlərə də can sağlığı, gözəl günlər arzulayırıq. Var olun.